Salam, hər vaxtınız xeyir olsun əziz futbol sevərlər. Allianz Kampaniya şirkətinin sponsorluğu ilə Qaraçukur Çempionlar Liqasının 17-ci turu və günün açılış maçındayıq. Bakı və Batalyon komandaları meydanda mübarizə aparacaq. Oyuncular bir-birləri ilə görüşdü. Biz isə əməli olaraq heyətləri sizlərə təqdim edək. Bakı komandasının heyətləri belədir. Qapıda 99, Emin 9, Xəyal 6, Fərid 7, Rəşad 10, Bulutxan komandanın kapitanı qismindədir. 11 Məhəmməd, 18 Rahib, 20 Orxan, 33 Güləli. Batalyon komandasının isə heyətləri belədir. Rəşad, Elman qapıda, Samir, Faiq, Mahmud, Nurlan, Maykın. Əməli olaraq göylü formada Bakı komandası, yaşıllı formada isə Batalyon komandası meydanda mübarizə aparacaq. Son hazırlıq işləri görülür. Qısa fasilədən sonra maç start götürəcək. Getdik. Belə ilə kimin də start fiti səsləndirir. Hər iki komandalara uğurlar arzuluyuruq. Bol qollu, haqlı, ədalətli, gözəl bir maç diləyilə. Şıllar topladı. Muhammed. Rəşad var qarşısında, sol sanatdan sürətlənir. Ani pauza etdi. Xəyal oynadı. Yenidən Muhammed zərbə mövqeyi axtarır. Zərbə indirir. Elmar refleksi. Yerində də var. Qeyri dəqiq alındı. Əldən ötürmə Muhammed istiqamətində. Lakin bir qədər onun üçün yüksəkdən alınır bu ötürmə. Rahib. Muhammed ötürmə sağsına. Xəyal zərbə indirir. Yaxın künc bağlandı qalkiper tərəfindən. Samirin təzyiqi top meydanını tərk etdi. Muhammed. Top ilkisi var onlardan. Elmar üçün o qədər də çətin olmadı bu zərbəni dəf etmək. Samir. Batalyondan hücum əmrəsi. Ötürmə cəlmə meydansasına və Muhammedin toxunuşu bir qədər riskli olmuşdu əslində. Qapıya yönlənə bilərdi. Dirəyin yanından keçir. Xeyr. Qaraçukur bəlkə bu gün oynamalı. Səhv etmirəmsə sabah. Səhv etmirəmsə. Yox, bu günün sonuncu oyunu Qaraçukurun oynanılmalıdır. Saat 12'nin yarısı falan belə olacaq. Orxan Əhmədə doğru ötürmə gəldi. Güləli. Uzun ötürmə Faiq qarşıladı. Rahib. Rahibin zərbəsi. Elmar yerindədir. Qaydan top Məhəmməd. Onun da zərbəsinə blok qoydular. Yenə də əksuma çıxır. Batalyon. Daha bir zərbə Nurlandan. Elmar yenə də qapısına diqqətlidir. Məhəmmədin zərbəsi təhlükəli alınsa belə top çərçivədən yana keçsə. Samir. Şimdi sağsına Marko. Değerli izləyicilər, nə oldu bu gün sizə? Çox pasiv başlanılıb. Muhammed Şüşmə fəndini təmiz yerinə yetirir. Maykın. Var belə, biraz gecikmə var. Pasiv başladıq bu gün. Mahmud. Təzyiq nəticəsində Bakılılar topu qazanır. Və out. Bakı komandası topladır. Uzun ötürmə Məhəmməd topu qəbul edir, amma ara ötürməsi keçmədi. Nurlan. Blok qoydular onun zərbəsinə. İndi Nurlana gəldi top. Nurlan özü zərbə indirir. Samirli oynatıyanda yenidən Mahmud. Keçmir ötürməsi.
Aleyküm salam. Üçün Solcunamə illəndə yanında Rahib. Elmar top meydanda qalmış. Muhammed çəkilmə bir qədər onun gerisinə doğru olur. Elmar Mahmud'dan sağsına Rahib. Zərbə zamanında səhv etməmişsə müdafiəçilərdən toxunuş var idi. VAR-a müraciət olunur və VAR-a müraciət olunduqdan sonra penalti qərarı gəlir. Başlılar penalti yerinə yetirəcək. Səsləndirildi və Güləri 3-1 edir hesabı. Baxılan qollardan birinin əvəzi çıxılır penaltidən. Mako Türmə keçmədi. Vai, sai, Bruno!